Salam əziz uşaqlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Yaxşısınız? Aha, həmişə belə yaxşı olasınız. Görürəm ki, siz də bu dostlarımızı görmüsünüz, hə? Təzə qonaqlarımız var bizim burada. Gəldim Çiçək bacı. Başdan xoş gəldin. Ay, Çiçək bacı gedişmişəm. Vay, verişin axırıdır. Vay. Yox, narahat olma, mən də elə təzə gəlmişəm. Uşaqlarla salamlaşdım. Ay, Çiçək bacı. Təzə qonaqlarımız var bizim. Hə. Nə qəşəngdilər. Qəşəngdilər. Bunlar ev heyvanıdır. Çiçək bacı, neyniyimi? Elə bildim, verilişə gedişmişəm də, belə həyəcanlı gəldim. Yox, həyəcanlanma, elə vaxtında gəlmişsən. Hə, vaxtında gəlmişəm. Hə, vaxtında gəlmişsən. Hə, qoy salamlaşım uşaqlarla. Salamlaş uşaqlarla, biraz danış. Salam, necəsiz? Çiçək bacı, deyirəm ki, bu quşlara da salam verim mən. Bəli, salam ver. Salam quşlar. O nədir? Çiçək bacı, balıq da var. Salam balıq. O birisi nədir Çiçək bacı? Bu dovşanımızdır. Dovşan. Nə balacadır Çiçək bacı? Məndən də balacadır ki bu. Bunun adını bəlkə cırtdan qoyaq. Cırtdan dovşan. Salam cırtdan dovşan, necəsən? Hə, mənim adım Cırtdandır. Tanış olduq? Hə. Sənin adın Dovşan? Hə, şad oldum. Uşaqlar, siz necəsiz? Yaxşısınız? Görürsünüz nə qəşəng heyvanlar var burada. Çiçək bacı, bunları necə etmisən ki bura? Bunlar ev heyvanlarıdır. İstəyirik bugün bu barədə danışaq. Çiçək bacı. Bəli. Elə danışırsan ki, bunları evdə saxlamaq olur. Ev heyvanı belə olmur ki. Ev heyvanı məsələn mənim ağbənizim. Aha, ağbəniz kimdir? Ağbəniz mənim buzovumdur. Buzov imiş. Bu gün doğulub, bilirsən? Ay, nə elə yaxşı. şirindir Çiçək bacı. Adam yanaqlarından tutub belə möhkəm sıxmağa gəlir. Ona görə gedişdim də mən də. İstəyirdim ki, nənəmə kömək elədim birinci. Qəşəng bir ağappaq bir buzovdur Çiçək bacı. İstəyirdim ki, o da gətirəm, bura siz də görəsiniz. Elə belinə oturmuşdum ki, ayaqları əsdi yıxıldı yerə. Yox, cırtdan onun üstünə... Ay Allah, o belinə oturma. Sən onu gərək qoruyasan. O bir müddət qayğıya ehtiyacı var. Nənəm də elə onu dedi. Onu dedi ki, ona qulluq eləməlisən. Cırtdan, hələ bu balacadır. Sənin kimi balacadır. Mən də qoydum evdə gəldim. Biraz böyüsün, daha yaxşı oynaya biləcəksən onunla. İndi zəifdir, ayaq üstə yaxşı qala bilmir. Ayaqları əsirdir, belə eləyirdi, ayaqları deyir. Uşaqlar, siz necə? Siz də xoşlayırsınız? Bəli, mən də buzovu xoşlayıram. Balaca balalar həmişə şirin olur. Çox şirindir Çiçək bacı, çox qəşəngdir. Çiçək bacı, tapmaca vaxtı çatıb? Hə, çatıb, elə onu demək istəyirdim. Uşaqlar, gedək tapmacaya, aşağıdakı nömrələri də mütləq tapmacana qəşəng qulaq asdıqdan sonra ora yazın. Diqqətli olun ha, gedək uşaqlar. Gedək cırtdan. Gedək tapmacaya. Nə qəşəngdir bunlar, tapmaca. Dostlarım, qəşəng dostlarım, cırtdanın dostları. Mən bu gün də sizə tapmaca hazırlamışam. Ağacım var dəvədən böyük, meyvəsi var sərçədən kiçik, qabığı var zəhərdən acı. Nə ola bilər görəsən? Qabığı var zəhərdən acı. Yeməli şeydir nəsə. Bildiniz? Tez yazın, göndərin aşağıdakı nömrələrə. Gözləyirəm. Tez olun. Hoppa.
cırtdan. Hə, çiçək bacı Nəyə heç baxırsan? demədin? Maraqlıdır, hə? Hə, çox maraqlıdır çiçək bacı. Heç demədin ki, bu heyvanlar niyə gəlib? Aha. Nə üçündür? Bunlar Hardan gəlib? Hə, bunlar bax, əvvəl tanış edeyim səni. Aha. Bunların adı, məsələn, bu 2 dənə gözəl Hə, quş hə, ki görsən, Nə qəşəng rəngləri var. Hə, Nədir? tutuquşudur. Tutuquşudur. Danışa Aha. bilir həm də. Aha. Hə, danışa bilir. Nə? Hə, danışa bilir. Danışa bilirlər. Bəli. Çiçək bacı, elə danışdın ki, zarafat olmadı. Bu elə bil ki, yox, indi onlar danışacaqlar ki, cırtdan necəsən? Hə, cırtdan. Hə, danışa bilirlər. Onlar qəşəng əlbəttə ki, öyrədilir də. Onlarla məsələn əhəlləşdirilib deyə bunlara danışmağı öyrədiblər. Bu da görürsən də balıqdır. Bu da balaca dovşandır ki, çiçək bacı. ona çox elə- yaxın getməsən yaxşı. Çiçək bacı, elə dedin ki, elə bil ki, hansı heyvan danışıb ki, bu günə qədər? Sən deyirsən ki, bu tutuquşu danışacaq. Hə, birazdan balıq da suyun altında pık 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 cırtdan deyəcək. Sonra da orada Yox. dovşan da cavab verəcək də mən oradan. Hə? Yox, cırtdan, elə demirəm. Çiçək bacı, bilmirsən ki, necə zarafat eləyəsən. Heç gülməli Mən deyil. zarafat eləmirəm. Həqiqətən danışa bilirlər. Aa. İndi yəqin utanırlar, biraz danışmaq istəmirlər. Utanırlar. Ola bilər. Bizim verilişdə Öyrəşsinlər, kim sonra- utanıb axı? Ay, səs çıxartdı. Hə. Ay çiçək bacı, deyirəm bu balıq nə qəşəngdir. Hə, qəşəngdir. Bunlar Hə, elə bil çox ki, qəşəng. okean balıqlarıdır da. Belə Aha. qəşəng görünsün deyə gətirdim. Çiçək bacı, Hə. bu tüklü nə şirindir. Hə. O dovşandır. Elə mən də elə tüklərindən bir Ən çox bundan xoşum gəldi. Əlimə götürün bəlkə. Yo, yo, onu Götürün, əl bəlkə vurma. biraz əlimdə. Bıcı bıcı bıcı. Yo, yo, eləyim. onu oradan çıxartma. Birdən Aa, qaçıb niyə? gedər o. Qaçmasın da o. Har Onun sahibi var. Hara Elə deyil. qaçacaq ay çiçək bacı? Hə? Hara qaçacaq? Dovşan da qaçmağı xoşlayır. Deyirəm birdən qaçarsan biz də birdə bitər Yox, bu olarıq. sakit oxşuyur. Nəsə belə oturub belə yumalanıb top oxşuyur çiçək bacı. Hələlik yatıb da yəqin. Amma çıxsa Hə. bayıra ola bilər ki, qaçıb gedə bilər. Bəlkə açım, bəlkə açım, açım. Yo, Götürün, yo. götürün bəlkə. Bəlkə Amma quşu qəfəsini uçub açım belə. gedərlər. Hə? Açım da, açım qoy biraz. Nəyi? Olmaz. Yerləri dar deyil, çiçək bacı görsən balacadır. Ona bax qaçır o yana bu yana. Can, cik cik cik. Gəl çölə çıx. Düzdür, yerləri dağdı. Biz böyücün gətirə bilmərik də. Burada indi uşaqlara göstərmək üçün hələlik balaca bir qəfəsə qoymuşuq. Ay Yəni bunlar Allah. uçsalar biz onu tutub gətirə bilmərik. Gələrlər, Bu da gələrlər. qaçsa, yəni bu qaçmasın gərək. Gəl yəni. açım, gəl açım. Hamısını açım qoy buraxım ki, yazıq. İndi balığa da bəlkə çıxardaq çiçək bacı. Belə Abo, yaşıllıqda olar. ot yesinlər çiçək bacı. Bunlar? Hə. Yox, bu hal-hazırda yeməyi ordadır. Hamısını Zəng yemək- gəlir. Hə, zəng Zəng gəlir. gəlir, zəng Mənim də gəlir. başım qarışıb. Hə, uşaqlar gedək müsabiqəyə. Müsabiqədə qəşəng iştirak gəlir. etmək üçün aşağıdakı nömrələr yadınızdan çıxmasın. Şirindilər. Hə, çox şirindir. Gedək uşaqlar. Müsabiqəyə Müsabiqəyə getdik gedək. uşaqlar. Getdi, getdi. Bizdə heyvanlarımız var. Hey, getdik müsabiqəyə. Salam mənim dostum, necəsən? Yaxşıyam şükür Allaha. Sən necəsən? Mən də yaxşıyam. Təşəkkür edirəm dostum. Oyunumuza xoş gəlmisən. Adın nədir? Mənim adım Hüseyndir. Neçə yaşın var Hüseyn dostum? Mənim yaşım 12-dir. 12 yaşım var. Hə, oyunumuza yenidən xoş gəlmisən. Hazırsansa əgər, yuxarıda gördüyün xanalardan birini seç və başlayaq oyunumuza. Yaxşı. Mənə denən mən İkinci açacağam. xana. Neçənci? İkinci xana. İkinci xana. İkinci xana. Açılsın, getdik. Hə, dostum, xoş gəlmisən oyunumuza bir daha. Deməli, bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün qoyunların sayını sayıb mənə deməlisən. Və görsən ki, kənardan canavar gəlir, mütləq onun xəbərini denən. Çünki canavarın gəlişini mənə deməsən, girəcək qoyunlarımızı yeyəcək və biz də oyunda uduzmuş olacağıq. Əgər canavarların gəliş xəbərini mənə bildirsən, sənə xal qazandıracaq. Yaxşı dostum. Başa düşdün oyunumuzu? Həm qoyunların sayını deyəcəksən, həm də canavarların gəliş xəbərini. Yaxşı?
Başladı. Canavarlar gəlsə xəbər elə. Gəldilər. Gəldi canavar, qaçsın toplan. Tez denən dostum, yaxşı, tez denən. Neçə dənədir? 15 nəfər. 15 dənə. Gəldi qaçsın toplan. Görək nə qədər qoyunlar var. Baxaq görək. Aferin sənə. Doğru cavab verdin. Təbrik edirəm. Getdi o bir oyunumuza. Hə dostum, 60 xal qazandın. Səni təbrik edirəm. Əgər ikinci oyunu da oynamaq istəyirsənsə, burada gördüyün xanalardan birini seç. Ya. Ben 6. kanalı seçiyorum. 6. Getdi. Hə dostum, bu oyunumuza da yenidən xoş gəldin. Deməli bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün qulaqcıqdan müxtəlif səslər çıxacaq və sən o səsin nə olduğunu mənə deməlisən. Yaxşı? Yaxşı. Başladıq. La 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 la. Nə səsinə oxşuyur? Bir insan yatır ve horuluyor. Yatır ya da xorulduyur. Baxaq görək qutudan nə çıxacaq. Aferin sənə. Xoruldayan bir insan. Getdi. Dostum Hüseyin, səni təbrik edirəm. 120 xal qazandın və bu da o deməkdir ki, 120 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbriklər. Sağ ol dostum. Sağ olun. Sağ olun. Hə, deyirəm Çiçək bacı. Hə. Nə qəşəng keçdi də müsabiqəmiz. Hə, Gördün də, keçdi. çox maraqlı idi ya müsabiqə. Hə, maraqlıydı uşaqlar. Sizə də maraqlı. Çiçək bacı, Hə. sən niyə mənim dediklərimi təkrar edirsən ki, başa düşmədim? Yo, mən değildim. Necə yəni? Axı kimdir məni yamsılayır? Kimdir? Aha, Çiçək bacı. Çiçək bacı heç də zarafat deyil. Bu gün Mən ancaq zarafat- mənlə zarafatlaşmısan. Sənin xəbərin var. Yox, mən değildim. Heç Mən belə bir şey zarafat eləmiyorlar. eləmirəm. Özün deyirsən ki, səhv hərəkətdə özün də bu hərəkətləri edirsən. Yox, mən o işi görmədim. Sən Bəs belə kimdir mənim diqqətli. ağzımı yamsılayan? Başa düşmədim ki, Çiçək bacı. Mən ağzımı yamsılamırdım. Bəs Mən bayaq demişdim axı. daşır. Olmaz. İndi çomağımı götürəcəm, düşəcəm ha canınıza. Kim idi mənim sözlərimi təkrar edən Çiçək bacı? deyirsən? Hə, heç nə. Sən kimlə danışırsan ay Çiçək bacı? Gör nə şirindir. Nə şirindir? Bu. Tutuluşu. Çiçək bacı. Hə, Deyirəm ki, nə deyirəm, bu kimdirsə təkrar eləyir. bəli. Xoşuma təkrar. gəlmir. Bax, ələ salır ha məni. Məktəbdəki Hə. uşaqlardan canımı qurtarmışdım, gəldim indi burada da məni ələ salan tapıldı. Yox, ələ salmır. Fəqət kimsə təkrar edir. Bəlkə Rauf gəlibdi bura. Dalımca düşübdü və görüb ki, hə, buradayam, gəlib arxamıza. Rauf, ay Rauf, çıx ortaya, tez ol. Gördüm, eşitdim səsini, eşitdim. Çıx ortaya. Hələ səsini. Ağzımı nə yamsılayırsan sən mənim? Yox. Rauf necə gəlsin bura? Hanı Rauf Ay, çıxmır? qışı. Hə. Bəs kimdir axı? Bu niyə məndən əl çəkmir? Tutuquşu idi, tutuquşu. Bayaq inanmadığın tutuquşu idi o səsi salan. Hə. Mən deyirəm, sən deyirsən. Başqa bir insan da burada yoxdur. Çiçək Kim olacaq? bacı. Sən
Sən nə danışdığımı bilirsən Çiçək bacı. Niyə Tutuquşun mənim bilmirəm? sözlərimi necə desin axı? Ay Çiçək bacı. Çiçək bacı, Çiçək bacı. Gördün bir də dedi. Çiçək bacı. Hə? Bu nədir axı? Bu necə danışa bilir? Gördün necə Bəlkə- danışır? Bəlkə birazdan Afərin. deyəcək ki, mənə cırtdan yağlı çörək ver. Öyrətsən onu da deyər. Nə? Hə, Yox, yox, istəmirəm. Biraz Gedər, bir müddət gərək öyrədəsən də. gedər nənəmə deyər ki, Hə? nənəm mənə yağlı çörək ver. Yağlı çörəklərim qurtarar hamısı. Hə, yağlı çörək. Yox, qurtarmaz. Biraz yeyəcək də, verərsən sən özün. Gətirmisənsə biraz verərsən. Bəs yeyər. mənə maraqlıdır. Niyə ancaq mən dediyimi təkrar eləyir, sən dediyini təkrar eləmir? Onu da bilmirəm. Bu mənə də maraqlıdır. Zəng gəlir. Ha, zəng gəldi. Zəng gəlir uşaqlar. Zəngi də Gedək səsini çıxart da, müsabiqəyə. tutuquşu. Müsabiqədən sonra biraz danışarıq. Bugün Ona bax, artıq ona 3 nəfər olmuşuq. Ha, Gedək hə. uşaqlar. Getdi müsabiqəyə. Quşlar mənim səsimi çıxardır. Hey! Salam mənim dostum. Necəsən? Oyunumuza xoş gəlmisən. Adını və yaşını denən bizə görək. Kimdir bizim bugünkü dostumuz? Benim adım Əvəlfəzdir. 9 yaşım var. Aha, Əbəlfəzdir, 9 yaşı var. Oyunumuza bir daha xoş gəlmisən. Mənim dostum Əbəlfəz. Hazırsan oyunumuza? Hazırsansa əgər bu yuxarıda gördüyün xanalardan birini seç və başlayaq oyunumuza. Ben ikinci kanalı seçerim. İkinci xananı seçir. Getdi. Hə dostum, deməli bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün sual işarəli qutunun altında bir kəlmə var. Və biz bu kəlməni, yəni bu sözü tapmalıyıq. Necə tapacağıq? Yuxarıda şəkillər göstəriləcək və biz buna uyğun doğru cavabı tapmalıyıq. Başa düşdün oyunumuzu? Narahat olma, kömək eləyəcəm sənə. Başladıq. Bax dostum, burada şəkillər görürsən. Səncə bu nə ola bilər? Şir. Şir. Bir adı da aslandır, düzdür? Baxaq görək cavaba. Aferin sənə. Doğru cavab verdin. Təbrik edirəm səni qəhrəman dostum. Getdi. Hə dostum, oyunumuzdan doğru cavab verdin və 60 xal qazandın. Təbrik edirəm. İkinci oyun oynamaq istəyirsən cırtdanla? Bəli. İkinci oyunu oynamaq istəyirsənsə əgər, onda xanadan birini seç. Dördüncü kanalı seçerim. Dördüncü xana açılsın. Getdi. Hə dostum, bu oyunumuzun qaydası bu cürdür ki, bu kasaların birinin altında yumurta var. Və o yumurta fırlanacaq. Biz də həmin o yumurtalı kasanı tapmalıyıq. Başa düşdün? Diqqətlə kasalara baxacağıq. O yumurta hardadırsa fırlanacaq. Həmin kasanı izləyəcəyik. Sonra da heç nə də, sonra da kasanı tapacağıq. Hə? Bəli. Başlayaq. Diqqətlə bax. Bax görürsən, birinci kasanın altındadır yumurta. Fırlananda diqqətlə izlə. Gözünü çəkmə ondan. Hansındadır? Birinci, ikinci, üçüncü. Hansında? Bir. Bir. Ay, ikincidəymiş. Ev yoxdur. Təkrar yenə oynayırıq. Diqqətlə izlə, diqqətlə bax. Bax, üçüncüdədir.
Gözümüzü həmin kasadan çəkmirik. Hansındadır? 3, Biraz diqqətlə fikirləş. 2, Biraz da. Biraz da fikirləş tez ol. 1. Birə baxaq. Aferin sənə. Doğru cavab. Yenidən bir dənə də oynayaq. Çok sağ ol. Dostumsan da. Bax, diqqətlə bax, yaxşı. Bağlandı, kasanı izləyirik. Hansındadır? 2, İkiyə baxaq. Birdəymiş, eybi yoxdur. Gedək görək nə qədər xalımız oldu bizim. Getdik! Qəhrəman Əbəlfəz. Bizdən 80 xal qazandın. Səni təbrik edirəm və oyunumuzda iştirak elədiyin üçün daha dərin təşəkkürümü bildirirəm. Dostum, bu da bir sənə nə deməkdir? 80 manat dəyərində hədiyyə qazanmısan. Sağ ol. çok sağ ol. Sən də sağ ol dostum. Deyirəm nə qəşəngdir buna Hə, bax. çiçək bacı. Bayaqdan cik Gördün eləyirlər, axı danışırdılar. danışmağını. Hə, danışırdılar. Mənə də hələ bir arada sözlərimi deyirdilər. Deyirdim təkrarlayırdı elə. Balıq da qəşəng Cırtdan. üzür burada, qəşəng Bir maraqlı. dəqiqə dayan. Hə. Burada bir dovşan var idi. O nə oldu? Hə? Hə. Nə oldu deyirəm o? Hardadır? Əl dəydin ona? Mənə Çiçək bax. bacı maraqlı idi da, qəşəng tüklü idi. Çox Hə. marağıma gəldi. Əlimə almaq, De qutar da. Hardadır o? Əlimə almaq istədim, qaçdı, Hə. hoppandı getdi. Oh. Nə elədi? Yoxdur indi. Qaçın. Qaçdı. Ayağımın altında. Ay, nə dedi? Gülməlisən Çiçək bacı. Yeni eləmisən sən. Axı mən onu necə eləyəcəm? Ay Çiçək bacı, nədən qorxursan? Ağa dovşandı da. Sənə nə deyim mən acıqdan? Çiçək bacı. Dedim, bax tapşırdım ona əl vurma. O qaça bilər. Hə, dedim. Əvvəldən danışmamışdıq. Dedin. Amma mən nə edəcəm indi? Heç nə. Onun sahibinə nə cavab verəcəm mən? Onun sonrakiləri mənə dəysin. Ay Çiçək bacı, çox gülməli görsənirsən Çiçək bacı. Şirindir də, neyniyim Çiçək bacı, əlimi aldım belə. Dedim nə qəşəngsən, elə nə gözəlsən demək istədim. Dedim hoppandı. O dovşandır, o qaçır. Köşdə verdim, gəlmədi Çiçək bacı. Dedim, dovşan. Axtarıram, bayaqdan mən də tapa bilmirəm Çiçək bacı hardadır. Çiçək bacı ayağımın altındadır Çiçək bacı orada. Ay Çiçək bacı, çox gülməlisən. Özün sən gülməli. Buna bax sən. Dovşanı qaçırdı, mən də ay Allah, o mənə dəysin. Çiçək bacı. Hardadır görürsən? Harda Axtarsınız tapacaq? orada. Hə? Tapılmadı. Yo, heç bayaqdan axtarırlar. Bütün oradakılar Aləmi qatmışsan bir-birinə. Hamı indi burada dovşan axtarır. Nə olar tez tapın, nə olar? Nənəm də Mən cırtdaram də cavab verəcəm. Nə deyəsən ki, heç nə. Biz elə oynatmaq istəyirdik, qaçdı getdi. Dovşana deyərdi ki, ay dovşan, bax getdiyin yerdə sözə qulaq asa. Hə, dovşan da başa düşəcək. Cırtdan. Mən nə O bilim, elə bir dovşandır. Mən sənə dedim axı, onu qaçırtmaq olmaz. Elə Dovşanlar bildim. qaçmağı xoşlayır da, elə deyil uşaqlar. Elə Mən indi bildim onun ki- sahibinə nə cavab verəcəm? Bunların hamısının sahibi mənə tapşırmışdı bir-bir ki, bax yaxşı bax ha, itməsin ha. Çiçək Bəs bu bacı. dovşanın sahibi mən necə cavab verəcəm? Çiçək Uşaqlar, bacı siz dedim ki, mənə elə deyin. bilim qayıdacaq da geri. Mən hardan bilim ki, Necə o cırtdan- qayıdacaq? O sözə qulaq asmayan bir dovşandır. Bəlkə Ee? bu quşları da açaq. Bunlar qayıdarlar, elə bilirəm ki, bunlar. Gəl quşları da açaq. Cırtdan quşları da açmaq istəyirsə dayan görüm. Aha zəng gəlir uşaqlar. Bəlkə mən eyni uşaqlar zəng gəlir. ayağımın Mən altında elə çiçək bacı bilmirəm. ordadır. Gedək müsabiqəyə. Bəsdir də sən də gedə müsabiqəyə. Çiçək bacı dovşan gəldi. Aşağıdakı nömrələrə müraciət etmə yadınızdan çıxmasın ha. Hə, müsabiqə. Dovşanlı müsabiqəyə getdi. Getdi uşaqlar. Çiçək bacı. Hə. Dovşan ayağımın altında. Bəsdir də. Görürəm ki, yoxdur burada. Dedi orada.
oyunumuza. Adın nədir? Yaşın neçədir? Sen ne diyorsun? Mən də yaxşıyam dostum. Sizin kimi təzə dostlarım olanda daha çox yaxşı oluram. Adın nədir? Zeynep Hanım. Zeynep xanım. Nə qəşəng adın var sənin. Neçə yaşın var? 12. 12. Oo, mənim boydasan ki. Hə, yaxşı dostum. Onda başlayaq oyunumuza. Deməli, oyunumuzun qaydası bundan ibarətdir ki, yuxarıda gördüyün kartlardan birini seçməlisən. Xanalardan birini seç və başlayaq oyunumuza. 2. Hanım. İkinci xana. Getdi. Hə dostum, bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyün lövhədə sənə riyaziyyata aid suallar veriləcək. Və sən də onları tez, yəni vaxtımız qurtarmamış doğru cavabları deməlisən. Hazırsan? Başladık. 3 üstəgəl 1 üstəgəl 6. 10. 10. 9 çıx 2 çıx 5. 2. Neçə? 2. 2. 1. 7 üstəgəl 4 çıx 5. 6. 6. 8 çıx 1 çıx 5. 2. 2. 7 çıx 5 üstəgəl 3. 5. Neçə? 5. 5. Heyecanlanır. Ha, 8 üstəgəl 8 çıx 4. 4. 8 üstəgəl 8 çıx 4. Ay, vaxt qurtardı. Eybi yoxdur. Cavabımız 12 idi. Getdik xalamıza baxmağa. Yuhuhu. Hə dostum, 50 xal qazanmısan. İkinci oyun oynamaq istəyirsən? Oynayalım. Onda xala seç. La 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 la. Az xala. Tez ol da. Neçə? 5. 5. 5. 5. Açılsın getdi. La 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 la. Zeynep Hanım. Deməli bu oyunumuzun qaydası bu cürdür ki, nənəm tapşırıb ki, qoyunların sayını ona deməliyəm. Və sən də mənə kömək eləməlisən ki, buradakı qoyunları sayaq. Və görsən ki, kənardan canavar gəlir. Mütləq o canavarın gəlişini mənə denən. Yaxşı dostum. Həm qoyunların sayını deyəcəksən mənə, həm də canavarın gəliş xəbərini. Razılaşdıq? Başa düşdün oyunumuzu? Başa düşdü. Başladıq. Canavarların xəbərini mənə denən ki, xal qazanacağıq. Deməsən, uduzacağıq. Həm qoyunların sayı, həm də canavarlar. Gəlsə xəbər elə. Canavar gəldi. Geldi. Toplan kaç. Ağıllı toplan qovdu onları. Diqqətli ol dostum. Canavarlar geldi. Kaç toplan kaçsın. Rahat olma. Diqqətli say. Vaxt qurtarmamış diqqətli say. 12. Baxaq görək neçə dənədir. Lala, aferin sənə.
qazandın. Səni təbrik eləyirəm. Və bu da bilirsən də nə deməkdir? Cırtdanın macəraları verilişindən 110 manat dəyərində hədiyyə qazanmısan. Təbrik eləyirəm səni. Sağ ol dostum. O biri dostlarıma da denən ki, mütləq gəlsin bizim oyunumuzda oynasınlar. Sağ ol. Deyərəm, sağ olun. Sağ ol. Cırtdan. Çiçək bacı, ay, deyirəm ki, sapıldı. necə oldum? Ay Çiçək bacı, day nəfəsim kəsildi hemen bunun dalıca düşənə qədər. Hə. Deməli, Qoy çıxmasın da bayra. Cırtdan onu qoyma da nə olur qoyma. yo, çıxmaz. Ay, doşan, içəri. Ay, Çiçək bacı, Yenə qorxma. qoysun mən neyniyərəm? Mən necə tutaram onu? Ay, Çiçək bacı. Çiçək bacı, əldə vura bilmirəm. Çiçək bacı, əlimi vur, qəşəngdir Çiçək bacı. Narahat olma. Qəşəng. Qoy belə dayanım, hə çıxmasın. Çıxma da sən də. Daşınıram. Hara çıxırsan? Görürsən ki, qorxur da. Bütün günü sənin qorxundan gəzə bilməyib. Bəs burada xəbərin var. Hara çıxırsan? Çıxmağa yerim də yoxdur. Çiçək bacı, sən ev heyvanlarından danış. Biz bununla məşğul olarıq. Gir içəri. Nə ev heyvanlarından danışım. Uşaqlar nə danışım yadımdan çıxdı. Ev heyvanları qəşəng hansılardır? söhbətlər eləyəcəydim. Deyirdim ki, ev heyvanları, məsələn, qoyun olur, quzu olur, keçi olur, it olur, pişik olur. Məsələn də düzdür, bizim toplanla məstan yola getmir. Amma da yenə də ev heyvanları sayılır da. Hə uşaqlar, cırtdan həqiqətən də bunları necə elədir. eləyirlər? Ev heyvanları onlar da sayılır. Amma indi hal-hazırda bunları da saxlayırlar. Necə saxlayırlar Çiçək bacı? Bilirəm uşaqlar siz də razı deyilsiniz. Yəni o qədər ki, yəni bunlar belə qəfəsdə qalıblar, bu cür yəni azad yaşamalıdılar. Amma ki nə edək də artıq bunlar əhəlləşiblər. Hətta qədim dövrlərdə bəzi heyvanları əhəlləşdirirlər müəyyən məqsədlər üçün. Yadıma gəlir, məsələn poçt haqqında danışan deyirdik atını aparırdılar. Aha. Məsələn o atı müharibədə də istifadə edirdilər. Məsələn fil saxlayırdılar, fili də həmçinin müharibədə istifadə edirdilər. Sonra başqa şiri də eləyiblər. şir, şir məsələn qiymətli əşyalar, məsələn qiymətli yerlər, məsələn mühafizə üçün istifadə edirdilər. Sən yenə çıxma oradan, xahiş eləyirəm. Deməli, Çiçək bacı qorxur. qorxmuram. Onun tüklərinə görə mən bir narahatam. qəşəngdir, Yəni, Çiçək bir bacı, işim yoxdur. Qəşəngdir. Hə, yaxşı. Hə, sözümə davam edeyim. Deməli bu Qəşəngdir. hətta indi sən bilmirsən, indi kərtənkələ də saxlayırlar, hörümçək də saxlayırlar. Çiçək bacı. Ay Çiçək bacı çıxdı, Çiçək bacı çıxdı. Çıxma, gir içəri doğru, gir içəri. Gir içəri. Aha, qəşəng. Hə. Nə deyirdim uşaqlar? Hə. Ondan deyirdim axı. İlan saxlayırlar. Yəni bu nədir ki? Mən bir dovşanı da Çiçək bacı deyirəm ki, bəlkə bunları belə çıxardaq meşəyə, çıxsınlar, getsinlər də, yaşasınlar da. yox, bunları eləyə bilmərik. Hə, Sakit niyə tutma. ki? Niyə? Hə. Çünki bunlar artıq bu qəfəsə öyrəşib. Yəni bunları artıq çıxartsan, məsələn, heyvanlar yeyə bilər, gedib başqa yerlərə gedə bilər. Yəni Özlərinə öyrəşmir, yemək tapa təbiətə bilməzlər. öyrəşmirlər. Hə, bunlar əvvəldən evdə saxlayıblar deyə, balacalıqdan burada böyüyüblər deyə ona görə. Çiçək bacı dovşan çıxdı. Dovşan çıxdı. Eybəs sizə. Ay Çiçək bacı. Qəşəng oturub ağıllı ol. Ay sağ ol. Getmə ya. Ay dovşan. Bəsdir. Gəl çıxasan. Ona əl vurma da, əl vurma Hə, ona. yox. Əl vurma. Çiçək bacı dayanmışam burada ki. Sakit otur, O orada qoy çıxsa. yatsın deyir uşaqlar. İmkan vermir, sözümü də deyim, yadımdan çıxdı sözüm. Nədən danışırdım mən? Hə. Hə, Çiçək bacı. dedim? Nədən Deyirəm dedim? ki, bu aslanı, bu şir var. Eləyir belə. Onu necə əhəlləşdirirlər ki? Bir cürdür də, yəni məxsusi insanlar var ki, onları həlləşdirə bilir də. Hər işin bir mütəxəssisi var. O da bir işini bacaran bir insandır ki, heyvanları saxlayır. Əlbəttə ki, çox yaxından gedə bilmirlər. Onların da bir üsulu var. Çiçək bacı, biz də ev heyvanları məsələn saxlayırıq da, indi bunlar da əhəlləşmiş olurlar. Məsələn, inəyimiz var da bizim, hə? İnəyimizdən qəşəng inəyimiz qəşəng süd verir. Düzdür. Qəşəng ondan nehrə düzəldirik, Bəli. nehrə yağı düzəldirik, sonra pendir düzəldirik, sonra südünü içirəm, sonra toyuqlarımız var, toyuqlarımız. Bilirsən Çiçək bacı, qəşəng toyuqlarımızın yumurtalarından istifadə edirəm. Bəli, çox Yumurtasını faydalı. yeyirəm, çox da dadlı olur. Deyirəm Nənən ki, qayğanağı bişirir onlardan sənin üçün. toyuqların hələ cücələrini görmüsən Çiçək bacı? Hə, çox şirin olurlar. Çox şirin olurlar. Mən balaca vaxtda da xoşlayırdım, saxlayırdım hətta. Nənəm mənim üçün 1-2 dənə gətirirdi. Düzdür, evdə çox saxlamaq olmur, amma Hə. həyətimizdə bir balaca yerdə saxlayırdım. Amma onlar da böyürdü, toyuq olurdu, amma çox şirin olurlar, Mən düzdür. də onlarla oynayıram Çiçək İndi də bacı. xoşum gəlir. Hə, düzdür. Dimdikləyirlər adamlarını Çiçək bacı. Cik cik cik. Dinləyirlər, bəli, toyuqlar
öyrədib də onları yemək yemək. Elə bilir ki, sənin əlində yemək var da. Hə, çiçək bacı bir də dovşana bax, nə qəşəngdir. Dovşana baxıram. Sən əl vurmasan ona qəşəng mən baxıram. Ay uşaqlar, deyirəm, yaman bir. Əslində uşaqlar, ola bilər sizin də başınıza gəlsin. Ola bilər siz də mənim kimi hansısa heyvanlardan belə qaşınma tuta bilər. Hal-hazırda mən əlimi vurdum deyə bir təhər olmuşam. Amma nə etmək olar? Yəni bir işdir də hamının başına gələ bilər. Hə, çiçək bacı, quşa bax, qoy nə tərəf durub. Bu quş qəşəngdir. Buna məsəl bir problem yoxdur, amma o yazıq. Qəşəng əslində. Şirin. Yox, mən vura biləm. Ay. Dəymə ona, xahiş edirəm, dəymə. Eləmə. Tip. Hə, uşaqlar, gördüm ki, köməyə ehtiyacınız var. Ağacım var dəvədən böyük, meyvəsi var sərçədən kiçik, qabığı var zəhərdən acı. Hə, uşaqlar, bu yeməli bir şeydir, çərəzdir, ağacı var, nə boyda. Qabığı yaşıl rəngdədir, yaşılın içində də qəhvəyi rəng və onu qıranda biz qəşəng dadlı bir çərəz yeyirik. Cavabı tapdınız, tez göndərin, gözləyirəm. Görsən çiçək bacı, necə də qəşəngdir, necə də şirindir. Bir barmağımı da toxundursan nə qəşəng olar. Yox, barmağımı toxundura bilmirəm, amma belə qəşəngdir. Ay çiçək bacı, nədən qorxursan, nədən iyrənirsən? Axı görmürsən? Bu gözəllikdə dovşan, bu şirinlikdə abucu. Görsən nə qəşəng çiçək bacı. Qəşəngdir, amma cırtdan mən indi olur da, hamı da olur bu. Yəni biraz adam məsələn mən bir cür oluram. Ona tüklərinə əl vuranda məsələn pişiklərə dəmçinin. Bu uşaqlıqdan bu cürəm. Əl vuranda bir cür oluram belə. Heç bir zərəri yoxdur çiçək bacı. Bir Zərəri cür yoxdur, hə. Bir cür olma çiçək bacı. Çiçək bacı, sən buna əl vurdun. Mən lap ağ bənizim üçün darıxdım. Gedim ölçü onun yanına. Gedim, hə? Gedirsən. Hara gedirsən? Deyən görüm o. Gedim. Uşaqlar qalıb burada gedir. Darıxdım. Ağ bəzi görəcəksən. İndi mən orada istəyirdim görüm onu. Orada indi deyir, cırtdan, Çağırır səni, hə. Əvvəldə dost olmuşsunuz da. Mən də bircə bunlara öyrəşə bilsəydim. Çiçək bacı, deyirəm ki, mənə maraqlıdır. Görəsən, dostlarımızdan hansısa ev heyvanları saxlayırlar. Əgər saxlayırlarsa, bizə yazsınlar ki, onlara necə qulluq eləyirlər, necə rəftar eləyirlər, onlar çox sevirlər, yoxsa yox, hansı ev heyvanları var. Bizə bəlkə şəkillərini göndərsinlər, yazmasınlar. Mütləq, uşaqlar, baxdığınız heyvanlara, o saxlayırsınız, hansılar ki, belə, hansı heyvanları ki, sevirsiniz, ola bilər, saxlamaya bilərsiniz. Onların şəkillərini göndərin, onlar haqqında məlumatınız olsun, maraqlı məlumatlarınızı, sözləriniz, nə əhvalatınız varsa o barədə yazın. Hətta ola bilər cırtdan kimi kənddə yaşayasınız və onlarla bağlı maraqlı, məsələn qoyun, keçi ilə bağlı maraqlı əhvalatlarınız olsun. Bəniziniz var bəlkə mənim kimi. Hə, varsa mütləq bizə şəklini göndərin. Biz sizi gözləyirik ki, görəsən maraqlıdır, uşaqlarımız necədir. Yaxşı baxırsınız da yəqin ki heyvanlara. Baxarlar da çiçək bacı saxlayır. Məsuliyyətdir ha, gərək onlara canlıdırlar. Vaxtında yeməyini, suyunu, təmizliyini eləyəsiniz. Yoxsa belə heyvanlara o zülm olar. Onlar da canlıdır da çiçək bacı. Onlar da bizim kimi istəyirlər yerləri təmiz olsun, qarınları tox olsun, su içsinlər, hətta oynasınlar çiçək bacı. Bəli, bu barədə mütləq bizə yazın. Aşağıdakı nömrələri ki görürsüz. Ora fikirlərinizi yazın və müsabiqədə iştirak eləmək istəyirsinizsə, yenə o nömrələrə yazacaqsınız və tapmacanı ki diqqətlə qulaq asırsınız və onun cavabını bilirsiniz, onu mütləq tez ora yazın. Hə, yazsınlar, hamısını yazsınlar. Yazsınlar, göndərsinlər və biz də verilişimizin sonuna çataq. Mən də gedim Ağbənizimin yanına. Sağ olun, uşaqlar. Budaqları verim sahibi də. Sağ olun, uşaqlar, sağ olun. Sağ olun, uşaqlar. Sağ olun. La 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 la.